Nami, İslam CDM döyüşü haqqında nə fikirləşsən? Nə olar bu temanın axırı? İslam CDM döyüşü çox həyəcanla gözləyirik. Həqiqətən son zamanların ən yaxşı kartlarının ən yaxşı döyüşlərindən biridir bu döyüş. Təbii ki, İslam qardaşımız, indi burada ərəb dilində bilən yoldaşlar bilər ki, bura İslam yazmışıq. Dəstəkləyirik, özü istəyirəm. Amma çox çətin bir döyüşdə, həqiqətən komanda olaraq dəfələrlə bunu qeyd ediblər ki, bu döyüş İslamın ən ağır döyüşüdür. JDM, bu barədə sən daha ətraflı danışdın, çox mükəmməl bir boksu var. Və bir striker əslində versus grappler, wrestler kimi baxa bilərik buna. Düzdür, İslam oyununu almır ki, yox, mən artıq strikingdə çox yaxşıyam, amma deyir, everyone has a plan until they get punched in the face. İndi ona görə fikirləşirəm ki, JDM birinci raundlardan etibarən buradan Teddy Atlas'a salamlar göndərmək istəyirəm. Həmişə deyir ki, boksda basementə yəni basement nədir? Əsas. Padval. Padvala su sızdırmaq deyə bir şey var. Yəni nədir? Bədənə işləmək. JDM bədənə çox yaxşı işləyir. Mənə gəlir ki, burada yazmışıq. İslamın kardioda problemi var. Ona görə JDM eləyir, birinci raundlarda bədənə işləyir. İşləməyə çalışır boksu ilə və bunu görən İslam görəcək ki, mənim strikingim yaxşıymış, səndə mənə də yaxşı döyülmüş. Mən ancaq 1-2 nəzərdə tutmuşdum. Görəcək ki, body shotları çox eləyə bilmir. Ona görə birinci raunddan başlayacaq wrestle eləməyə və mənə elə gəlir ki, çətinlik çəkəcək bu döyüşdə. Çünki Dustin Poirier'lə döyüşdə də o da əslində JDM elə bir Dustin Poirier'in daha yaxşı versiyasıdır əslində. Ona görə çətinlik çəkəcək, mənə elə gəlir ki, tez bir zamanda yeri alıb bitirməyə çalışacaq. Raundlar getdikcə məncə vəziyyət daha da ağırlaşacaq. Ona görə 3-cü, 4-cü raundda düşünürəm və ümid edirəm ki, İslam bu döyüşü yekunlaşdıracaq və nəhayət and new 2 division çempion İslam Makhachev.